İzahlı test 48-ci hissə 6-cı sual choose the correct word düzgün sözü seçin. Is the first day of the week. Həftənin birinci günüdür. Baxaq, Monday birinci gündür, Saturday 6-cı gündür, Tuesday ikinci gündür, Friday 5-ci gündür. Həftənin birinci günü Monday'dir. Monday is the first day of the week. A doğru cavabdır. 7-ci sual choose the correct translation. Düzgün tərcüməni seçin. Bizim məktəbin yanında böyük ərzaq mağazası var. Около нашей школы есть большой супермаркет. Abanda there is a supermarket behind our school. Bizim məktəbin arxasında ərzaq mağazası var. Our school is near a big supermarket. Bizim məktəbimiz böyük ərzaq mağazasının yaxınlığındadır. Bu da səhvdir. The supermarket is near our big school. Ərzaq mağazası bizim böyük məktəbimizin yaxınlığındadır. Bu da doğru deyil. D bəndində there is a big supermarket near our school. Bizim məktəbimizin yanında böyük ərzaq mağazası var. D bəndi doğru cavabdır. Choose the correct word. Düzgün sözü seçin. A is a person who makes trousers and shorts. Bir şəxs ki o şalvar və şort tikir. Teacher müəllimdir, düz deyil. Babysitter dayədir. Doktor həkimdir, düz deyil. Tailor dərzidir. Tailor is a person who makes trousers and shorts. Dərzi o şəxsdir ki şalvar və şort tikir. 9-cu sual choose a pair of synonym. Sinonimlər cərgəsini seçin. Old, ancient. Old qədimdir, ancient da qədimdir. A bəndi doğru cavabdır. B bəndi boring, interesting. Boring darıxdırıcıdır, interesting maraqlıdır. Bu səhvdir. C bəndində expensive, cheap. Expensive bahadır, cheap ucuzdur. Bunlar antonimdir. D bəndində small, kiçik, big, böyük. Bunlar da antonimdir. D bəndində doğru deyil. Doğru cavab A bəndidir. 10-cu sual. Choose the correct variant. Düzgün variantı seçin. How many days are there in 2 weeks? 2 həftədə neçə gün var? 2 həftədə neçə gün var? 14. There are 14 days in a week. C bəndi doğru cavabdır. 14.